Sabahınız xeyirli olsun. İlkin məlumatlar ondan ibarətdir ki, Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirli bilinən 15 nəfər Ermənistan vətəndaşının Bakı Apellyasiya Məhkəməsində keçirilən məhkəmə prosesində dövlət ittihamını müdafiə edən prokurorlar çıxış edəcəklər. Bundan əvvəlki proseslərdə artıq qeyd edək ki, 2 aya yaxındır bu məhkəmə prosesi davam edir. Müdafiə tərəfi, yəni təqsirləndirilən şəxslər və onların vəkilləri çıxış ediblər. Bu müddət ərzində apellyasiya şikayətinin əsaslandırılması üzrə çıxışlarının icrasını yerinə yetiriblər. Və qeyd edək ki, həm təqsirləndirilən şəxslər, həm də onların hüquqlarını müdafiə edən vəkillər 5 fevral 2026-cı il tarixli Bakı Hərbi Məhkəməsinin hökmünün ləğv olunmasını, əvəzində isə təqsirləndirilən şəxslərin barəsində bəraət verici qərarın qəbul olunmasını məhkəmədən xahiş ediblər. Lakin təqsirləndirilən şəxslərin bu çıxışlarından sonra təbii ki, zərər çəkənlərin və zərər çəkmişlərin hüquq varislərinin nümayəndələri çıxış etdilər. Onlar isə çıxışlarında bildirdilər ki, 5 fevral 2026-cı il tarixli Bakı Hərbi Məhkəməsinin çıxardığı hökm ədalətlidir və həmin hökm qüvvədə saxlanılmalıdır və bunu da məhkəmədən xahiş etdilər. Qeyd edək ki, həmin zərər çəkmişlər və zərər çəkmişlərin hüquqi varislərini özlərinin istəklərinə uyğun olaraq məhkəmə prosesində Bakı Apellyasiya Məhkəməsində nümayəndələri təmsil edirlər və onlar müdafiə edirlər. Bu iş üzrə yarım milyondan çox zərər çəkmiş və zərər çəkmişin hüquqi varisi keçir. Bugünkü iclasda isə dövlət ittihamını müdafiə edən prokurorların çıxış edəcəyi gözlənilir. Təbii ki, dövlət ittihamçıları çıxışlarında nələri səsləndirəcəklər? Biz bu barədə xəbərlərin növbəti buraxılışında açıq keçən məhkəmə prosesini izləyərək növbəti buraxılışda məlumatları çatdıracağıq deyərək sözü yenidən mərkəzə, studiya ötürürük.